Salam uşaqlar. Adi onluq kəsrlərin qalan hissələrini danışaq. Adi kəsrlərdən danışmışdıq. Bu gün də onluq kəsrlərdən danışacağıq. Onluq kəsrlər məxrəci onun qüvvəti olan, qüvvəti şəklində göstərilə bilən kəsrlərə onluq kəsr deyilir. Onun qüvvəti, yəni onda 2, onun qüvvəti, yəni onun kvadratı da ola bilər 100. Onun qüvvəti deyəndə 10 üstü 3-ü də nəzərdə tuturam. Fərqi yoxdur. Məxrəci onun qüvvəti şəklində göstərilə bilən kəsrlərə onluq kəsr deyilir. 100-də məsələn 12, 1000-də 3 belədir. Onda 2 necə yazılır? 0 tamı yoxdur. Onda bir dənə 0 varsa vergüldən sonra bir ədəd yazacağım. Onda 2. Sonra buna baxırıq, ikinciyə baxırıq. 0 100-də 2 dənə rəqəm ədəd yazacağım. 12. İkisini də yerini tutdu. Bu birisinə baxaq. 0 1000-də deyirsə 3 dənə ədəd yazacağım. 3. Mən 3-ü bura yazsam, bura 0 yazsam 300 olacaqdı. Düzgün olmayacaqdı. 0-dan 1000-də 3, yəni 003. 3-ü tamamlayırsan, axıra yazırsan. Qalanlarda 0-la tamamlamış oluruq. Yaxşı. Bu belə onluq kəsrlərdə vergüldən sonraki kəsrlərin sonuna sıfırlar əlavə etdikdə və ya siləndə heç bir fərqi olmur. Yəni həmin kəsrə bərabər olur. Bunun axırına istədiyim qədər sıfır ata bilərəm. Və yaxud da ki, əvvəlini ata bilərəm. Olmuş ya da olmamış. Heç bir fərqi yoxdur. Amma bu sıfırı siləmərəm də, sıfır tamdır axı. Yaxşı. Eyni bərabər kəsr alınır. Onluq kəsrləri müqayisə eləyəndə, onluq kəsrləri müqayisə edərkən vergüllərin, ədədlərin sayına, rəqəmlərin sayına baxmırıq. Sırayla baxacağıq. Müqayisə eləyəndə, məsələn, müqayisə eləyirəm 12 tam 1000-də 753. Bir də var ki, 12 tam 1000-də 743. Müqayisə eləyirəm, sırayla baxıram. 1, 2, 7, aha, burada 5'dir, burada 4'dür. Deməli, yuxarıdakı aşağıdakından böyükdür. Birinci yazdığımız böyükdür. Və yaxud da belə deyim. Burada, aha, bu 3 yoxdur. 0, 12 tam %74 ya da 12'dən 1000-də 752. Yenə sırayla baxıram. Demirəm bunun rəqəmin sayı azdır və yaxud da çoxdur. Aha, bunu silirəm. Bura 5 yazıram. Bax, burada 4 rəqəmlidir. Bura 5 rəqəmlidir. Onun dəxlisi yoxdur. Biz sırayla baxacağıq. Vergüldə vergülün altına düşməlidir. Sırayla baxanda. Ən çox da necə misallar düşür? Bir dəqiqə. Aha. Yaxşı, buna da 0 yazaq, belə yazaq. 0 tam 0, 0, 0, 4. Və yaxud da 9 yazaq bura. Demirik ki, burada ən axırıncı yazdığımızın rəqəmlərin sayı çoxdur, ən böyüdür. Və yaxud da burada 9 var, böyüdür. Heç bir fərq yoxdur. Sırayla baxıram. Vergüllər vergülün altına düşüb baxıram. 0, 0, 0. Bu 2'dir, bu 0'dır, bu 0'dır. Deməli, ən böyüyün birincidir. Buna A deyək, A böyükdür. Sonra 3'dür, 3'dür, 0'dır. Onsuz bu böyükdür, ta buna baxmayaq. 3-lə 0 hansı böyük olacaq? İkinci. Buna da B deyək. B-dən bu da C olsun. Böyükdür C-dən. A'yım ən böyüdür. Başa düşdük. Sırayla baxacağıq. Bu da oldu onluq kəsrlərin müqayisəsi. Onluq kəsrlər üzərində əməllər. Onluq kəsrləri toplayıb çıxanda vergül vergülün altına düşməlidir. 2 tam 38 üstə gələk 4 tam 21. Bax, vergül vergülün altına düşməlidir. Və yaxud da 4 tam 12 isə yenə belə qalmalıdır. Başa düşdük. Demirik də ta belə. 2 tam 1'i buradan yazaq. Yox. Vergül vergülün altına düşməlidir. Bu yanlışdır. Toplayırıq. 8, 5, 6. 6 tam %58. Çıxma əməli də eynən bunun kimidir. Çıxma əməlində də bunu deyim. İstədiyimiz qədər 0 əlavə eləyə bilərik. Deyirəm 12 tam onda %34'e çıx. 12 tam vergül vergülün altına düşməlidir axı. %34. Narahat olma da bunun üstünə rəqəm düşdü, düşmədi, problem deyil. Bura istədiyim qədər demişdim, axı 0 ata bilərəm. İstədiyin qədər 0 atıb tamamlaya bilərsən. Çıxanda da belə çıxırıq. 0-dan 4 çıxılmır, 10-dan 4'ün 6'sı, 6-dan 3'ün 3'ü, 5-dən 2'sin 3'ü belə. Vergüldə gətiririk, qoyuruq yerinə. Toplanıb çıxılması. Onluq kəsrlə vuranda vergülləri nəzərə almadan vururuq. Sonra vergüldən sonraki rəqəmlərin sayı qədər sondan əvvələ çəkirik, belə deyək. 3 tam onda 8,
vuraq 2,1. Vergülü nəzərə almadan 33,8 belə də olsa, yəni bu axıra yaz da, normal yaz. Vergülün altına düşməsə də olur. Və yaxud da 3,82 vuraq 2,1. Başa düşdünüz? Vergülü nəzərə almırıq da, normal vurma əməlimizi vururuq. 2 dəfə 1-in 2, 8, 3, 4, 6 yazırıq bir yadda, 6 bir yadda 7. Sonra toplayırıq 2, bir yadda 9-un sözü, bir yadda 8. Sonra baxırıq. Vergüldən sonra burada neçə ədəd var? 2 dənə ədəd var. Bir dənəsi də burada var. Cəmi neçə ədəd oldu? 3. Deməli, axırdan 3 dənəsini keçirik. Bax, bu axırdan 1, 2, 3. Vergülü bura qoyacaq. Cavabım 8,1000-də 22. 3 dənədirsə 1000 deyəcək. 1000-də 22. Bu da belə. Bir də onluq kəsrləri böləndə hansı ədədə bölürəmsə, orada vergül qalmamalıdır. Belə deyək. Məsələn, 3,5 bölək 0,7. Bax, burada vergül qala bilər. Buna çox önəm vermirik. Hansı ədədə bölürüksə, orada vergül saxlamayacaq. Bu vergülü keçirik bir dənəsin. Mən durduq yerdə o vergülü keçirmərəm. Onun əvəzinə buradan da bir dənəsini keçəcəm. 2 vergül qalmasın. Oldu 35 bölək 7. Və yaxud da belə deyək. 35 bölək 0,7. Yenə burada vergül qalmamalıdır. Bunu keçdik sağa, axıra qoyduq. Onda buradan keçə bilmirəm. Vergülüm yoxdursa, əvəzinə 0 atıram. Bir də hansı ədəd olur olsun, əslində bunun vergülü var. Sadəcə görünmür, yazmırıq. Bütün ədədlərin axırında vergül var. Bunu da keçəndə, bir dənəsini keçəndə, onun yerinə 0 yazıb keçirik. Başa düşük, yəni bu 35-in burasına vergül var da, keçdik bura oldu 350. 350 bölək 7, o da eləyir 50. Başqa nə deyə bilərəm? 0,35-i bölürəm 0,7-yə. Aha, bir vergül keçdim. Mütləq buradakını keçməsin. Buradan da birini keçirəm, oldu 3,5. Yəni 3,5-i böləcəm 7-yə. 3 7-yə bölünür, vergülə qədər ədədi götürürəm. Yox, onda 0 tam atıram. 35-i böləndə 5 dəfə. 35 qaldı 0. Bu da oldu onluq kəsrindən bölünməsi. Bir də ona 100-ə 1000-ə vurma bölmə vardı. Ona da baxaq. Bir dənə ədəd verim, bütün hamısına vuraq bölək. 2-dən belə yazaq. 1000-də 342. Vuracam 100-ə. 2-dən 342. Vuracam 10-a. 342. Vuracam 1000-ə. Bərabərdir. Əgər vurma əməlidirsə, ona 100-ə 1000-ə vuranda sağa keçirik. Belə deyim də, bu sıfırlar 1-in hansı tərəfindədir? Bax. Sağ tərəfində. Deməli, vergülü sən sağ tərəfə keçəsən. Bax, sıfırlar sağdadır. Bax, sıfır bunun sağındadır. Solunda nətər olur? Belə olur, bax. Solunda olsa, sol tərəfə keçəsən. Başa düşdük nə demək istəyirəm? Bax, birin sağındadırsa, sən də sağa keçəsən, vurma əməlində. Neçə sıfır keçəcəm? 1, 2. İkisini keçirəm. 1, 2. Vergül cəbharda duracaq burada. Yəni, 234,2. Başa düşdük. 234,2. Gələk bu ikinciyə baxaq. 10. Birin sağındadır. Deməli, mən də sağa çəkəcəm. Bir dənədir axı, bir dənəsini keçirim bura. Olacaq 23,42. Baxırıq. 1000. Neçəsini keçəcəm? 3-ünü. 1, 2, 3. Gəldi durdu axırda. O da elədi 2342. Всё. Axırda 10 hamısının axırında vergül yoxdursa da, hamısının axırında vergül var. Onu yazmasaq da olur. Başa düşdük? Aha, bölməni deyirəm indi. 13-dən %31 deyək. Böləcəm 10-a. Böləcəm 100-ə. Böləcəm 1000-ə. Bərabərdir. 10-a böləndə nə edirik? Bölmədirsə, əgər sağdadırsa 0, mən sola keçəcəm. Bölmədə tərsinə. Bax, sağdadır, sola keçəcəm. Vergülü yanı. Sağdadırsa sola keçəcəm. Yaxşı, bir dənə də burada vergülsüz olan nümunə göstərərəm. Baxaq, bir dənə 0 varsa, bir dənəsini keçəcəm. Amma bir dənə belə keçdik. Neçə oldu? 1,1000-də 231. Neçə dənədir? 2 dənə. İkisini keçəcəm. 1, 2. Vergül bura düşdü. Durduq yerdə vergül qoya bilərəm. Onu qarşısına 0 atım, vergül qoyum. Bu vergüldə yazılmır. Aha, 2. Bax, həqiqətən əvvəlki vergüllə indiki vergülün arasında 2 dənə ədəd oldu. Elə də yoxlaya bilərsiniz. Bax, 3 dənəsini keçəcəm. Baxaq.
Vergül buradaydı axı. Düzdür, göstərim. Buradaydı. Neçəsini keçəcəm? 1, 2, 3. Vergülü bura qoyacam. Durduq yerdə vergül qoya bilmərəm. Düzdür, onda bura bir sıfır atım, bura bir sıfır atım, 3'dən olsun. Bax, əvvəlki vergüllə indiki vergülün arasında 3 ədəd oldu. Deməli, düz yazmışım. Başa düşdük? Yaxşı, bu da belə. Bir dənə də başqa ədədə göstərim. 12-ni böl görüm 1000-ə. Vergülüm yoxdursa, bayaq dedim harda durur vergül. Yoxdursa ən axırda durur. Neçəsini keçəcəm? 3 dənəsin. Hara keçəcəm? Sola. Çünki bölmədir. Sağdadırsa sola keçirik. 3 dənə keçirəm. 1, 2, 3. Bura vergül qoydum. Durduq yerdə vergül qoya bilmərəm. Bu qabağını, arxasını sıfırdan tamamlayıram. Yəni 0-dan 0-12. İndi yoxlayaq, baxaq. Əvvəlki vergül buradaydı, axı yoxdursa axırdadır. İndiki də buradadır. Arasına bax 3 ədəd oldu. Çünki burada 3-dən 0 var. Başa düşdük? Bu da belə. İndi də gələk 0-dan 1-ə, 0-dan 100-də 1-ə bunları vurmağı göstərim. 13-dən 31 yenə yazaq. Böləcəm 0-dan 0-1-ə. Və yaxud da ki, böləcəm 0-dan 10-da 1-ə. Birində yazaq. Böləcəm 0-dan 1000-də 1-ə. Bərabərdir. Neçə sıfırım var, sıfırlarımı sayırım. Vergüldən sonra demirəm. Vapşe sıfırlarımın hamısını sayırım. 2 dənə. Bölmədirsə soldadır axı 0. Bax 1-in solundadır axı. Bax bu 1-in solundadır. Düzdür. Mən onu da sağa çəkəcəm. Solundadır, sağa çəkəcəm. Solundadır, 1-in solundadır axı bu sıfırlar. Demək sağa çəkəcəm. Başa düşdük? Vurmada amma soldadırsa sola, sağdadırsa sağa çəkəcəm. Baxaq. Neçəsini çəkəcəm? İkisini. İkisini çəkəndə 1, 2. Gəlir burada durur vergül. Olacaq 0-dan 12, 31. İndi bax, əvvəlki vergül buradaydı. İndiki vergül burada oldu. Həqiqətən də 2 dənə ədəd oldu ortasında. Bu belə. Bir dənəsini çəkəcəm. 1 sıfırım var. 1,231 1000-də. Bura gəldi. Sonra 3 dənəsini çəkəcəm. 1, 2, 3. Yəni əvvəlki ilə indikinin arasında 3 dənə olsun. 0-dan 0, 12, 31. Əvvəlki bax buradaydı. İndiki də buradadır. 3 dənə oldu. Başa düşdüyü çünki burada 3 dənə 0 var. Belə. Gəldik sonlu onluq kəsirlərə. Sonlu onluq kəsir məxrəci 2 və 5 şəklində göstərilə bilən ədədlərə sonlu onluq kəsirində yazmaq olar. Ədədləri sonlu onluq kəsirində yaza bilərik. Məsələn, nümunələr verirəm. Bir də ki, mütləq ixtisardan sonra baxırıq ona. İxtisardan qabaq demək olmaz. Yaxşı, bu 9 olsun. Birinci baxıram, ixtisar gedir, yox. Deməli, baxıb cavabı deyə bilərəm. Məxrəcini, yəni 16-nı sadə vurğularına ayırıram. Aha. Burada nə gördüm? Ancaq 2 gördüm. Deməli, sonlu onluq kəsirində göstərə bilərəm, düzdür. 50-yə baxıram. 50-nin sadə vurğularına ayır. Bu sıfırın əvəzinə 2, 5, 5, 5-ə 1. Nə gördüm? Ancaq 2 və 5 gördüm. Başqa bir şey görmədim ki, deməli sonlu onluq kəsirində göstərə bilərik. Gələk 64-ə. Sadə vurğularına ayırırıq. 2-yə 32, 2-yə 16, 2-yə 8, 2-yə 4, 2, 2, 2. Ancaq 2 gördüm. Deməli bu da düzdür. Baxaq burada 36-ya. 36 ilə 9 ixtisar gedir. Birinci ixtisar edir sonra 4-də 1. 4-də ancaq 2 görəcəyəm. Məsələn, hansı misalda olmaz? 12-də 5 yazırım. Məxrəcim nədir? 12. 12-nin sadə vurğularına ayır. Burada nə gördüm? 2-ni gördüm ha, amma 3-də gördüm axı. 2 5-dən başqa ədəd görməməliyim. Deməli bu sonsuzdur. Sonsuz. Başa düşdük? İxtisarda getmirdi, ona görə promoy dedim. Məsələn, bəzən necə olacaq da? Çaşdırmaq üçün necə verəcəklər? 12-də 3 verəcək. Deyəsən 12-ni ayırıram, burada 3 olmaz. Yox, bunlar ixtisar gedir. 4-də 1 qalır, 4-ü də ayıranda düz olur. Sonlu onluq kimi göstərə bilir. Bu sonludur. Çünki ixtisar getdi də orada. İxtisardan sonra 4 qaldı. Əgər desə ki, neçəsini hansılar sonlu onluq kəsirində göstərə bilərik? Məxrəci 2, 5 olanlar. Desə ki, neçəsini sonlu onluq kəsirində göstərə bilərik? Məsələn, bir dənə ədəd verəcək. Deyəcək məxrəci 18 olan kəsirin düzgün kəsirlərdən neçəsi sonlu onluq kimi göstərə bilərik?
18-i sadə vurğularına ayırırsan. Aha. Burada nə qədər 2, 5 var? 2 və 5-ləri bir-birinə vur, bir çıx. Burada bir dənə 2 var da 5 yoxdur ki vuram ya da 2 yoxdur vuram. Onca 2-dən də birini çıx, 1. Deməli bir dənəsi. Başqa bir misal verim ona. Neçə deyim? Qəşəng bir şey olsun. Məsələn 90 deyək. Sadə vurğularına ayırıram. 2, 5, 9, 3'e bölünür 3, 3'e bölünür 1. 2 ve 5'ten seç. Aha, bunlar olmaz. 2 dəfə 5'in 10. 1 də çıx 9. Başa düşdük. Məxrəci 2 və 5 olanları, məxrəci 18 olan düzgüncəsə neçəsini sonlanıb. Bax, neçəsini sözünü gördüksə 2 5'ləri vur, 1 çıx. Yaxşı. Bu da belə. Bir də sonsuz dövr onluq kəsirlər var, saf var, bir də qarışıq dövr onluq kəsir var. Onların çevrilməsini də göstərim. Aha, belə deyək. A dövr olunur B. Bərabərdir. A tamdır. A tam. Mötərizədəki ədədlərin sayı qədər 9 yazılır. Mötərizədəki ədəddə sürətə yazılır. 9-da B. Bunun başqa cür misal kimi də deyək. 3 tam dövrdə 4. Bərabərdir. 3 tam. Məxrəcdə 9 yazılır. Çünki bir dənə 4 var. Sürətdə də 4-ün özü yazılır. Mötərizədəki ədəd sürətdə yazılır. Məxrəcdəki ədədlərin sayı qədər 9 yazılır. Yaxşı. İndi baxaq başqa bir suala. A, B, C. Bərabərdir. A tam 99-da B, C şəklində yazılır. Buna deyirik saf dövr onluq kəsir. Çünki vergüllə mötərizənin arasında burada heç bir ədəd yoxdur. Bax, burada heç bir ədəd yoxdur. Deməli, safdır. Gələk qarışıq dövr onluq kəsirlərə. A tam, B də, mötərizədə C. Bərabərdir. Bu qarışıq dövr onluq kəsirdir. A tam, mötərizədəki ədədlərin sayı qədər 9. Vergüllə mötərizə, bax, bir dənə ədəd var idi deyə, nə olur olsun, bir dənə 9 yazdım. Vergüllə mötərizənin ədədlərinin arasındakı ədədlərin sayı qədər 0. Bir dənə B var deyə 0 yazdım. Sonra bunu birləşdiririk. Yəni BC, çıxaq B, kənardakını çıx. Birləşdir, kənardakını çıx. Bu misal üstündə desəm daha qəşəng başa düşəsiniz. Baxaq. 12 tam 3 dövrdə 7 bərabərdir. 12 tam mötərizədəki ədədlərin sayı qədər 9 yazırıq. 72 desəm 2-dən 9 yazacağım. Başa düşdük. Vergüllə mötərizənin arasında nə var? 3 var. Bir dənə 3 var. Ona görə bir dənə 0 yazıram. Sayına görə yazırıq. Yaxşı, sürətdən eynirik. Bunu birləşdiririk. Bax, vergüldən sonra nə var? Birləşdirirsən. Neçə oldu? 372. Birləşdir, kənardakını çıx. Kənardakı da budur. Tamı da heç bu söhbətə qatmırıq vəbşi. Tamı tam yerində yazırıq, qalır. Yaxşı. Sonra gəldik. Qarışıq dövrü onluq kəsirdə qutardı. Yaxşı, bu videonu da göndərirəm. Gələn videoda inşallah bir-iki nümunələr deyəcəm. O videoda mütləq baxıb sonra tapşırıqları yazırsınız.